Salam, bugün baxırıq çəki suallarını necə işləyək, çəkidə nəylərə diqqət edək. İnanıram ki, izaha sona qədər qulaq assaz, çəkiyə dair bütün sualları çox asanlıqla işləyə bilərsiniz. İlk öncə başlayaq çəki və ağırlıq qüvvəsinin arasındakı fərqə. Birinci başlayıram çəkidən. Çəki nə deməkdir? Çəki askıya və ya dayağa tətbiq olunan qüvvədir. Məsələn, bir cisim var və bu askıdan asılıbsa, burada askıya tətbiq olunur. Və ya müstəvi bir səth üzərindəki bir cisim var, burada dayağa tətbiq olunur. Bəs ağırlıq nədir? Ağırlıq cismə tətbiq olunan qüvvədir. Gəlin, indi ikisinin fərqinə baxaq. Bax, ağırlıq birinci halda cismə tətbiq olunur. mg, çəki isə askıya tətbiq olunur. İkinci halda ağırlıq cismin düzgün fiqurlardan söhbət gedir, tən ortasından, mərkəzindən aşağıya doğru olur, ancaq çəki səthə tətbiq olunur. Bax, bu da çox vacibdir, suallarda da bu ikisinin fərqi düşür. Sonra, ağırlıq qüvvəsi heç zaman sıfır ola bilmir. Ancaq çəki sıfır qiyməti ala bilir. Ağırlıq qüvvəsi artıb azala bilmir. Hər zaman mg-yə bərabər olur. Və bu heç vaxt dəyişmir. Ancaq çəki azala və arta bilir. Ağırlıq qüvvəsi bir o zaman qiymətini dəyişər ki, əgər sərbəst düşmə təcili dəyişərsə, məsələn, yer səthində yox, başqa bir planetə keçid eləyərsə, onda bəli. O da yenə də düstur olaraq dəyişmir, elə mg olaraq qalır. Ancaq çəki vəziyyətə görə dəyişir. İndi gəlin çəkinin o dəyişim hallarına baxaq. Hansı ki, çəkidə suallarda nəylərə diqqət edək? İlk öncə başlayırıq nədən? Sərbəst düşmə söhbətindən. Əgər testin içində sərbəst sözü varsa, sərbəst düşmə məsələsi varsa, orada çəki bərabər olacaq sıfıra. Ola bilər ki, deyər ki, sərbəst düşən zaman cismin kütləsini verər, J haqqında məlumat verər, bir sürü məlumat verər və bu məlumatlar sizi yanıltmasın. Sərbəst düşmə varsa vəssalam, o məlumatların heç biri işə yaramır. Çəki sıfıra bərabər olur. Gəlirik ikinci hala. Sükunətdən və ya düz xətli bərabər sürətli hərəkət nə deməkdir? Biz bilirdik ki, əgər bir cismə tətbiq olunan qüvvələrin əvəzləyicisi sıfıra bərabərdirsə, onda bu cisim ya sükunətdə qalır, ya da düz xətli bərabər sürətlə hərəkət edir. İndi məsələlərdə, testlərdə sükunət sözü, düz xətli bərabər sürətli sözü varsa, deməli çəki bərabərdir mg-nin özünə, ağırlıq qüvvəsinə. Məsələn, müstəvi bir səth üzərində bir cisim varsa, onun çəkisi bərabər olacaq mg-yə. Qutardı, getdi. İndi gəlirik təcilli hərəkətlərə. Təcilli hərəkətdə bəs çəkini necə tapacağıq? O da təcilli hərəkətdə müstəvi səthdəki hərəkəti nəzərdə tutmuram. Şaquli aşağı, şaquli yuxarı hərəkəti nəzərdə tuturam. Baxaq əvvəlcə A təcili ilə şaquli yuxarı hərəkət edən cismin çəkisinə. P bərabərdir m J üstəgəl A. A təcili ilə şaquli aşağıya doğru hərəkət edən cismin çəkisi isə P bərabərdir m J çıxılsın A. Ancaq bir hal var ki, bu qaydanı pozur. Hansı haldır? Yəni, bu şərt nə zaman keçərlidir, onu deyim sizə. Əgər yeyinləşən, ümumiyyətlə, bütün hallarda, bu doğrudur, belə deyim də sizə, bütün hallarda bu düsturları istifadə edə bilirsiniz. Yeganə bir dənə, əgər yavaşlayan sözü varsa, yavaş sözü varsa hər ikisində, şərt dəyişəcək. Məsələn, A təcili ilə şaquli yuxarı hərəkət deyirsə, artıq burada üstəgəl yox, çıxaq olacaq. Və ya A təcili ilə şaquli aşağı hərəkət, yavaşlayan hərəkət deyirsə, onda çıxaq yox, üstəgələk olacaq. İndi bunları gəlin bir-bir aram-aram işləyək. Bax, məsələn, deyir ki, cisim A təcili ilə şaquli yuxarıya doğru bərabər yavaşlayan hərəkət edir. Onda nə edirik? Yazıram M, J, A. Baxıram, yuxarıya doğru kəlməsi varsa, deməli, bu üstəgəl ola bilər, ancaq yavaşlayan olanda bunun tam tərsi, çıxılsın olur. Və ya deyir ki, cisim A təcili ilə şaquli aşağıya doğru yavaşlayan hərəkət edir. M,
J çıxılsın A. Aşağıya görə sözünə görə çıxılsın yazmışdım. Yavaşlayan sözünü görəndə dəyişdim, elədim üstə gəlsin. Vəssalam, bu qaydalara diqqət eləsəz, çəkiyə dair suallarda heç bir çətinlik çəkmədən inşallah işləyə biləsiniz.